Hə, Xocalı rayonu Xanabad kəndi. İndi getmişdim Məftun yanına, bir də Kazım müəllimgil, bir də bir təzəsinin biri gəlib. Hələ buradan başlayıram pilləkəndən. Bütün hər tərəfə gəlib ki, bu kafirləri vurublar. Bir dənə pilləkənə gəlir, gedib deyirsən, deyir ki, yox, pilləkən bizim sayəmizdə deyil. Qardaş, bu indi 80 min bu evin nəyinə ayrılıb? Bu heç. Getdik, girdik qoxunu gəl. Buna burasına. Yağış verib hamısı. Buna. Bu da yağış verib. Qapının burası heç çöl qapı. Düşür. Gedib deyirsən, deyirlər ki, o bizim salətimizdən çıxıb. Abuşkanın at qozuna baxın. Altından arsiban vurublar. Üstündən də ki, bu qalınlığında işpapulovka vurublar. Belə şey olur mu? Hamısı ovuluq tökürür, yağışda yağanda hamısı içəri su verir. Məftunla indi Kazım iş görür. Hə, bu pilləkəni də deyirlər ki, yox, bizim səlahiyyətimizdə deyil. Olmaz. Biz kafil verə bilmərik. İşte indi etdik hamama. Bu hamamı bərf eləməyiblər. Hamam talit. Bu da 80 min içində. Daha yazıb ötürürlər yuxarı ki, yəni təhvil verilibdir. Hər şey 80 min içindədir. Çıxdıq indi hamamın üstü. Bax, bu da hamamın üstü. Kazımgil remont elədiyi evdir. Bu da toyuğun üstü. 170 dənə də toyuq qırıldı. Sağ olsun Kazımla Məftunu. Bax budur. Gedib deyirsən ki, bəs damır deyirsən ki, biz təzə dəmir verə bilmərik. Ermənimlə